Aha, bir daha hər birinizi salamlayıram. Hər kəsi xoş gördük. Bugünkü mövzumuz psixoloji yöndən olacaq. Dünənki mövzumuz şəxsi inkişaf ki, yetkin yaşda verdiyimiz qərarlar tamamilə məntiqlə, şuurlu seçimlərlə bağlıdır. Amma reallıq budur ki, davranışıb ki, biz onları özümüzün təbii xarakterimiz kimi, yəni şuurlu şəkildə verdiyimiz qərarlar kimi qəbul edirik. Halbuki çox vaxtı bu əslində bu nə üçün belədir? Çünki uşaqlıqda uşaq beyni süngər kimidir və o bütün davranışları, yəni o hər şeyi, davranış sevgisidir, qəzəbidir, səssizliyini belə o süngər kimi özünə çəkir və şuuraltı olaraq onu əzbərləyir. Dünya təhlükəlidirmi, təhlükəsizdirmi? Bu ilkin nəticə sonrakı həyatlarını rəngləndirir. Yəni ki, bir anlıq təsəvvür böyüyür. O təbii ki, nə qərarlar verir, nə düşüncədə olur. Təbii ki, o qərarlar verir ki, valideynlər tez-tez mübahisə